Əzadarlığımızın qəbulundan ötəri, arifən bi haqqı İmam Hüseyni tanımağımızdan ötəri, dünyada ziyarətindən, ahirətdə şəfaətindən binəsib qalmamağımızdan ötəri, Peyğəmbər və pak Əhl-i Beyti haqqında salavat zikr edək. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve Tabibi Kulubina ve Şefii Zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala alihil masuminel mukerremin la siyumel hüccah ruhi ve arvahul alemin liturabi maqdamihil fida emma ba'd qalallahu hakim في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم ومن المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه ومنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا صدق الله العلي العظيم. Allah Teala əzadarlığımızı qəbul eləsin. Allah hər kəsin nə hacəti, nə istəyi var İmam Hüseyin qapısında hacət istəklərimizi rəva eləsin. Allah bu cəmi dünya və axirətdə İmam Hüseyindən, İmam Hüseynin balalarından, Əhl-i Beytindən, Peyğəmbər ailəsindən uzaq salmasın inşallah. Allah bu qapıda böyüyüb, yaşa dolub, saç-saqqal ağartmağı hər birimizə nəsib eləsin inşallah. Neçə gecədir imamın süfrəsində əyləşmişik. Bu məclis onların özünün istəyi və onların özünün idarəçiliyindən asılı olan bir məclisdir. Əhl-i Beytin xüsusi diqqəti, inayəti var bu məclislərə və öz lütfkarlıqlarıdır ki, bizə də, sizə də bu lütfi göstəriblər. Bu məclisdə varıq, iştirak edirik. Allah ömrümüzə, həyatımızda bu məhərrəmini sonuncu məhərrəmə qərar verməsin inşallah. Bir nəfər Həbib ibn Məzahiri yuxuda görüb. Adətən bu şeyləri məhrəm insanların içərisində danışarlar. O suyu paylamağı saxla, indi onun vaxtıdır. Deyir, yuxuda görür Həbib ibn Məzahiri, deyir ki, xoş halıva. Xoş halıva ki, o yaşda fürsət tapdın, gəldin Hüseynə qoşula bildin. Nə qədər insanlar var idi ki, İmam Hüseyndən üz döndərdilər, getdilər və siz əlinizdən gələni elədiniz, bütün çətinliklərə baxmayaraq, ötən gecələrdə dedik, Həbib ibn Məzahir Müslim ibn Olsacı ilə əl-ələ tutdular. 80 yaşında kişilər çayları, suları, dərələri, təpələri aşağı-aşağı, bütün maniyələri keçə-keçə, ac, susuz halda gəldilər, özlərini çatdırdılar İmam Hüseynə. Gəldilər, özlərini çatdırdılar İmam Hüseynə. Deyir, yuxuda görür bir nəfər ariflərdən görüb yuxuda. Deyir, Həbibə dedi ki, Həbib ibn Məzahir, xoş halı var. Heç kəsin bacarmadığı bir işi gördün. Sənin bir arzun, bir istəyin qalıb bu dünyada ki, o arzu, o istəyivə çatmaq üçün dünyaya qayıtmaq istəyəsən. Dedi ki, bəli. Dedi, nə istəydi o? Dedi, düzdür, Hüseynin rikabında, Hüseynin məhsərində, huzurunda şəhadət şərbətini içdik. Amma arzumuz budur, kaş Hüseynin əza məclisində iştirak eləyəydik. Kaş Hüseynin adına qurulan məclislərdə iştirak eləyək. Bizim gözümüz o məclislərdədir. Onu arzu eləyir ki, biz də orada iştirak eləyə biləydik. Yəni, insan o aləmə çatanda biləcək. İndi düzdür, bu sözümüz bu maddi aləmdədir. Bu şuhud aləminə çatanda, o həqiqət aləminə çatanda hər kəs biləcək, böyük-böyük insanlar, böyük alimlər
İmam Hüseyn əleyhissalama ağlamağı özlərinə bir ən yüksək fəzilət biliblər. O məclisdə iştirak eləməyi özlərinə fəxr, fəxarət biliblər. İmam Hüseynə mərsiyə oxumağı, neçə alimlər olurlar, kitablar, cidlərlə kitablar yazırlar. Təbərrükən İmam Hüseyn içində bir beyt mərsiyə yazırlar ki, deyib, heç bir şeydə ümidimiz yoxdur ki, Allah bizə nəsə versin. Ümidim təkcə bu beytədir ki, Hüseynə xatiri bilirəm, Allah bunu əvəzsiz qoymayacaq. Bax, bu məclislər çox bərəkətli məclislərdir. Allahın lütfüdür həyatımıza, Allah lütfünü həyatımıza davamlı eləsin inşallah. O lütfi özümüz səlb eləyə bilərik, kəsə bilərik. O müəyyən səbəblər var. Allah bizi o hala, o halətə yetirib çıxartmasın. Əzadarıq. Əzadarlıq böyük bir məqamdır və əzadarlığın özünün dərəcələri var. İmam Hüseyn əleyhissalamı zikr eləmək, İmam Hüseyni yad eləmək Quran məntiqi ilə bu barədə biraz istəyirəm söhbət edeyim. Ümumiyyətlə, Məhərrəm ayında əza saxlamağın. Biz Kərbəla müxtəlif səmtlərdə, müxtəlif sahələrdə sözləri var, maarifləndirici söhbətlər var Kərbəla haqqında və bəzən də bu şübhələr və insanlara, gənclərimizə yönələn bu təzyiqləri nəzərə alaraq çalışırıq bir 10 gün ərzində bir 2-3 mövzunu belə bir mövzulara həsr eləyək və bunu da özümüzə borc bilirik. Ümumiyyətlə, Quran neysə yad eləməyin tərəfdarıdır, yoxsa yox. Bizə birinci sual budur. Ola bilər, hamınız bu sualla rastlaşmışsınız, soruşublar və cavab vermişsiniz inşallah, verməmişsinizsə də yadımızda qalsın. Biz niyə 14 əsr bundan qabaq baş vermiş bir faciəyə ağlayırıq? Bir dəstədə var ki, hər işi Quranla düzdür, hər işi Qurana yönəlib, bütün işlərini Quranla səhmana salanlardır və bizdən də soruşur ki, Quranda belə bir şey var, Quranda məhəlləmlik var, Quranda İmam Hüseyn var, Quranda kiminsə ağlamaq var. Bu sualları, bu sözləri gənclərin beynində şübhə salmaq üçün verirlər və əlhəmdülillah ki, cavabı olan suallardır, qəliz suallardır. Bu suallara en qədər saatlarla cavab verməyə həm Quran ayəsi varımızdır, həm hədislər varımızdır ki, əlhəmdülillah Allahın lütfi ilə bu cavabları ustadlar, alimlər veriblər və kifayət qədər də dolğun və tutarlı cavablar veriblər. Ümumiyyətlə, Quranın insanları keçmişdə baş vermiş bədbin bir hadisəyə yönləndirməsi var, yoxsa? Mən 2 dənə ayə oxuyuram. Biri Təkvir surəsindədir. Quran-ı Kərim Təkvir surəsində 8 və 9-cu ayələr. Buyurur, və izəl məvudətü suilət. Və izəl məvudətü suilət. Bi əyyi zəmbin qutilət. Heç ərəb dilin bilməyən də olsa, bu sözün şivənindən, deyiliş tərzindən başa düşür ki, burada qəmli nəsə var. Burada bir hüzünlü nəsə mesaj var. Allah istəyir onu çatdırsın. Və izəl məvudətü suilət bi əyyi zəmbin qutilət. Quran, Allah kitabında zikri müsibət edir. Bilirsiniz, cahiliyyət dönəmində ərəblər neçə pis işlər görürlər. Onlardan da biri buydu ki, kimin qız uşağı olurdu, diri-diri torpağa bastırırdı, öldürürdü. Bu rəsm idi. Quran deyir, onlara xəbər veriləndə ki, qız uşağın dünyaya gəlib, üzləri qapqara qaralardı. Qeyzdən, qəzəbdən partlayardılar bu oğlan. Və o qız uşaqların diri-diri də torpağa bastırırlar. Quran deyir ki, və izəl məvudətü suilət. Mən deyir, qiyamətdə o körpə günahsız, körpə qız uşaqlarının barəsində soruşacağım. Və əyyi zəmbin qutilət. Hansı günah üzündən öldürüldünüz? Allah deyir ki, mən qiyamətdə soruşacağım. Və əyyi zəmbin qutilət. Hansı günah üzündən öldürüldünüz? Neydi günahımız sizi diri-diri bastırırlar? Nəzərə alsaq ki, bu hadisəni müşriklər törədib və nəzərə alsaq ki, o öldürülən uşaqlar müşrik bütpərəstlərin uşaqları idi. Allah bütpərəstin, Allahı tanımayan, Allahı qəbul eləməyən insanların
o körpə uşaqlara rəhimsiz davranışını deyir, mən mütləq bunu qiyamətdə soruşacağam. İndi İmam Hüseynin məclisinə narahatçılığı olan, İmam Hüseynin məclisinin keçirilməsindən narahat olan, Allah bütpərəstin körpəsinin günahsız yerə öldürülməsini Quranda ağlayan tərzdə, belə deyə, qəmli tərzdə, hüzünlü tərzdə bəyan eləyir. Hüseynin körpələrinin, Hüseynin balalarının Kərbəlada öldürülməsindən danışmayaq. Soruşmayacaq onu. Soruşmayacaq o 6 aylıq körpəni oxladılar, niyə öldürüldü o? Günahı nə idi? Neydi günahı? Allah keçmişdə baş verən qətl hadisəsini və körpə uşaqların qətlini Quranda danışır. Və izəl məvudətü suilət bi'əyyi zəmbin qutilər. Soruşacaq, niyə öldürdü? Nə günah yüzündən öldürdülər sizi? Buruc surəsində bir dəstə insan var idi, Allaha iman getirmişdi. Yəməndə idi, Zunnuvas adında bir padşah idi, özünü Tanrı elan eləmişdi. Və bir dəstə tək Allaha iman getirənləri bildi ki, cəmiyyətin, xalqın içində bir dəstə Allaha iman getirir. Dedi, Tanrı mənəm, Allah mənəm, gerək mənə iman getirəsiniz. Bunlara hər nə qədər təzyiq göstərdi, hər nə qədər işgəncə verdi, bunlar Allaha olan imanlarından əl çəkmədi. Allah bunu Quran-ı Kərimdə nəql edir. Deyir, qutilə əshab-ül uxdud. Xəndək sahiblərini öldürdülər. Bu hadisənin, yəni Kərbəla hadisəsinin bir 14 əsr keçməsi var. Peyğəmbərə danışılan hadisə neçə əsrlər qabaqdır, heç o da bəllidir. Qutilə əshab-ül uxdud. Allah deyir ki, bilin. Allahın ümumiyyətlə Quranın şivəsi, bəyan üslubu budur. Quran o həqiqətlərin üstünə işıq sala bilir. Məsələ onun tarixi keçmişliyində deyil. Məsələnin, cinayətin ağırlığını qabardır Quran. Qutilə əshab-ül uxdud. Yer üzündə bir dəstə Allahpərəst insanları, zamanın zalimi, xəlifəsi göstəriş verdi o padşah. Dedi, onlar ki, mənim Allahlığımı qəbul eləmir, onlar ölməlidir. Necə dedi? Ən ağır tərzdə. Böyük bir xəndək qazdılar. Bütün iman getirənləri, kişiləri də, qadınları da, körpə uşaqları ilə bir yerdə xəndəkin içinə tökdülər, yandırdılar, külə çevirdilər. Quran onu nəql edir. Qutilə əshab-ül uxdud. Və biz də gəlirik bugün ondan danışırıq ki, Kərbəlada da heç də ondan balaca bir hadisə baş verməyir. Kərbəlada Peyğəmbər ailəsinə qarşı sui-qəsd planlanır. Peyğəmbər ailəsini yer üzündən silmək üçün hesablanan bir iş görülüb və Peyğəmbər ailəsini qətlə yetiriblər, şəhid ediblər. Bu məntiq, bu çıxış, bu məclisin Quranla nə ziddiyyəti var? Quran da keçmişdəki faciələri danışır, qabardır və bizə dedir ki, bunları danışılan qabar. Quran-ı Kərimdə Peyğəmbərə buyurur və kullən nəqussu ələykə min ənba'ir rusul. Biz sənə keçmişdə baş verən bütün hadisələri danışdıq. Peyğəmbərlərin başına gələn bütün hadisələri danışırıq. Buna xatir ki, man musabbitə bihi fuadək. Qəlbi istəyirik möhkəmləndirək. Gələcəkdə sənin də başında bir sıra çətinliklər olacaq. Sən indidən eşidəsən, biləsən ki, insanlar haqla, peyğəmbərləri ilə, məsullarla bu cür pis rəftarlar eləyiblər. Və sən də bunlara hazır olasan. Biz bunu sənə necə öyrədirik? Biz sənə keçmişdəkiləri danışırıq. Bəs keçmişi danışmaq Quranın məntiqi ilə ziddiyyət təşkil eləmir, əksinə Quranın məntiqi ilə üst-üstə düşür. Quran bizi bu yola dəvət edirdi, keçmişdən danışın. Fə'təbiru ya ulul əbsar. Baxın, ey bəsirət sahibləri, ey görənlər, baxın, diqqət eləyin, düşünün. Düşünün, bunlar düşündürücü məqamlardır. Və insana deyir, xatırla, əzadarlığın bir mənası da xatırlamaqdır. Kimi müsibət görmüş şəxsi, başına müsibət gəlmiş, bəla gəlmiş şəxsi yad eləmək, ona əzadarlıq eləməkdir. Bizdə İmam Hüseyin əleyhissalamın başına bir hadisə gəlib, İslam dünyasının başında bir faciə olub, o faciənin il dönümünü hər ildə xatırlayır. Bizə Quran bunu qadağan eləyir, xeyr, Quran bizə bu işi dəvət eləyir, təşviq eləyir. Bir insan gerək xatırlasın. İnsan ki, unutqan varlıqdır. Allah deyir ki, insan xatırlasın. Elə peyğəmbərlərin işi bu idi, insanları xatırlatsınlar. Fəzəkkir, peyğəmbərə deyirdi, sən xatırlat.
İnnəma əntə munzir. Çünki sənin işin budur ki, sən xatırladansan, sən qorxudansan, sən xəbərdarlıq eləyənsən və xatırlasın, unutmasın. İnsan unutmasın. İnsanın bəlası, faciəsi unutmağındadır. İnsan unutanda bəlaya düçar olur. İnsan unutmasın, yaddan çıxartmasın bəzi məsələləri, ən önəmli məsələləri, Allahını unutmasın. Kərbəla faciəsinin səbəbkarlarının, yəni səhvləri, xətaları buradaydı. Allahı unutmuşdular deyə hər şeyi xarab elədilər, hər şeyi məhv elədilər. Allahı unutsa insan, bir cəmiyyət, bir toplum Allahı unutsa, o cəmiyyət bədbəxtçiliyə giriftar olacaq. Quran deyir, unutmasın gərək insan, Allahı unutmasın. Allahın onlara, bir xalqa, bir məmləkətə verdiyi nemətlərin, insanlığa verdiyi nemətlərini unutmasın. Allah deyir, gərək insan unutmasın və daim yadında saxlasın. Allah səni niyə yaradıb, nə üçün yaradıb, nə məqsəd üçün yaradıb, səndən nə istəyir, iradəsi nə idi səni yaratmaqda. İnsan xatırlasın, ölümü xatırlasın. Bir gün Allah huzurunda hesab verəcək, bunu xatırlasın. İnsan xatırlasın, gedəcəyi yeri xatırlasın, cənnəti xatırlasın, cəhənnəmi xatırlasın. İnnəs saətə atiyyətun la reybə fiha və ənəllaha yəb'asu mən fil qubur. Qəbristanlıqda hər dəfə dəfində eşitdiyimiz bu cümlə, bilirsiniz nə deyir? İnnəs saətə atiyyətun la reybə fiha. İçində heç bir şəkki şübhə olmayan gün mütləq gələcək. Əs-saə qiyamətin adlarındandır. Müəyyən saat. Deyir, əs-saəti atiyyətun la reybə. Heç bir şəkki şübhə olmayan gün qiyamət yaxınlaşacaq. La reybə fi. Əs-saəti atiyyətun la reybə fi. Hər kəsdən sorğu-sual olunacaq. Quran deyir, insan bunu unutmasın. İnsana daim gərək bu xatırlansın. Və bütün bunları xatırlamaq insanın borcudur. Bizdə Kərbəla hadisəsində Allah xatırlayın. Çünki biz keçmişin hadisəsini düşünməsək, onu vərəqləməsək, biz gələcəyimiz üçün özümüzə bir ibrət çıxarda bilməyəcək, bir nəticə ala bilməyəcək. Dedik ötən gecələr, Kərbəla təkcə müsibəti xatırlamaq deyil. Kərbəlada gözəl məqamlar var. Kərbəlada iki dəstə var, haqq və batil dəstəsi. Sanki bir sərgidir Kərbəla. Sərgidir. Yaxşılıqları da sərgidə nümayiş etdirirlər. Pislikləri də nümayiş etdirirlər. O pisliyə gedən yolu da göstərir Kərbəla. Necə olur bir insan gəlir imamın qətlə yetirir? Necə ola bilir bir insan sevə-sevə bir imamını dəvət edir və onu tək qoyur? Bütün bunlar sualdır. Bütün bunlar düşündürücü hallardır insan üçün. Qəmi var, qüssəsi var, amma düşündürücü məsələləri çoxdur. Bəs Quran məntiqi ilə İmam Hüseyn məclisində iştirak eləmək, İmam Hüseynə məclis keçirmək, İmam Hüseynin müsibətini xatırlamağın birinci oxuduğum ayələrdə ispatıdır bunlar hamısı. Quran elə bizi bu yola dəvət edir. Quran deyir, Hüseyni unutma. Hüseyni unutsun, sən özü unudacaqsan, insanlığını unudacaqsan, insani dəyərləri başa düşə bilməyəcəksən. Sən bilməyəcəksən ki, bu dünyada bir sıra insanlar olublar ki, Allah yolunda hər şeyindən keçməyə hazır olurlar. Sən bunları harada öyrənəcəksən, harada eşidəcəksən, hansı tarixi nümunələrdə görə biləcəksən. Bir ayədə İbrahim surəsi 5-ci ayədədir. Buyurur, وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ. Biz Musanı göndərdik öz qövmünə ayələrimizlə, nişanələrimizlə, möcüzələrimizlə. Göndərdik buna xatir bir peyğəmbəri ki, ən əxric qavməkə minəz zülmat ilən nur. Öz qövmüvi qaranlıqlardan nura tərəf çıxart. Baxın, bir cəmiyyət Allahdan uzaq düşəndə zülmətdə olur. Allah o cəmiyyətdə yoxdursa, o cəmiyyət zülmətdədir. O cəmiyyətin maddi rifahı lap yaxşı vəziyyətdə də olsa, əla vəziyyətdə də olsa, amma zülmətdədir. Din yoxdursa, heç bir şey yoxdur. İnsana izzət verən, bir cəmiyyəti ayaqda saxlayan, bir cəmiyyəti vüqarlı eləyən, izzətli eləyən dindir. Əfsus ki, bu dini dəyərləri cəmiyyətdə tam
necə deyərlər, təbliğ olunmur deyim, aşılanmır deyim, göstərilmir deyim, nümunə kimi göstərilmir deyim, bilməm nə deyim. Quran deyir ki, biz bir cəmiyyətə Peyğəmbər göndərmişik, məqsədimiz budur ki, onları zülmətdən çıxardıb nura getirsin. Yəni, harada Allah var, harada din var, ora nurdur, işıqdır. Harada iman var, ora nurdur, işıqdır. O yerdə ki, bunların dəyəri yoxdur, bunlar unudulub, bunlar ikinci plandadır. Maddi maraqlar bunları üstələyib, elə yemək, içmək, gezmək, əylənmək düşüncəsindədirsə insanlar zülmətdədirlər, amma bilmirlər. Deyir, biz Musanı göndərdik, zülmətdən çıxartsın insanları nura tərəf getirsin və zəkkirhum bi əyyamillah. Məsələ bitir, yox. Bu işin, bu proseduru necə aparacaq? Bax, bir qövmi, bir milləti, bir peyğəmbər haqqa tərəf necə getirsin? Deyir, və zəkkirhum bi əyyamillah. Onlara Allahın günlərini xatırladaraq. Deyir, bir peyğəmbəri göndərmişəm bir cəmiyyətə, insanları zülmətdən çıxardıb nura getirsin. Neyin vasitəsilə? Xatırlatmaq vasitəsilə. Biz nə edirik indi? Biz oturmuşuq bir hadisəni yad eləyirik, xatırlayırıq. Bir peyğəmbərin ümməti üçün göndərilən missiyasını icra eləyirik. Bunun harası bidət oldu? Bunun harası şirk oldu? Bunun harası əbəs bir iş oldu? Əndə fi zalikə la ayatin li kulli səbbarin şəkur. Bir bu hadisələrdə, bu nişanələrdə, bu xatırlatmalarda bütün şükür eləyən, səbr eləyən insanlar üçün nümunələr var. Səbirli olsa insan, tarixə yaxşı baxa bilsə, kör baxmasın, səbirli olsa, o tarixi gözəl dinləyə bilsə, kar olmasa, çox gözəl nümunələr var onun üçün. Bəziləri Kərbəlaya inadkar baxır deyə bunları görmək istəmir. Bəziləri Kərbəlaya qarşı o qədər bədbindir. Bilir məsələ nə yerdədir. İnandırım, sizdən, məndən də yaxşı bilir məsələ nə. Bilir, həqiqətdir bu. Siz elə bilirsiniz, hər inkarçı bilmədən inkar eləyir. Yox. Mən Ramazan ayında demişdim, bu sözü yadıma gəlir. Deyir, Əli əleyhissalam deyir, söhbət eləyirdi. Həzrət Əli əleyhissalamın elmi nabiğə bir elmi idi də, yəni misilsiz, bənzərsiz. İstənilən yerdən, istənilən sual, istənilən mövzu, istənilən səmavi kitablar Həzrət Əli cavab verirdi. Həzrət Əli əleyhissalama tay bir başqa heç kəs yox idi. Həzrət Əli əleyhissalamı məzlum, bədbəxt eləyən cəmaat oldu. Vallahi cəmaat oldu. Deyir, Əli əleyhissalam danışırdı. Nələr danışmırdı? Görürdülər bunun ağzından elm elə cari olur. Bu elm lədunni idi, bu Allahın öyrətdiyi elm idi. İndi gəlib o məqam çatıb nə desinlər? Bilirsiniz nə deyirlər Həzrət Əli üçün? Deyir, Allah öldürsün bunu, nə yaxşı danışır. Allah öldürsün bunu deməklə istəyirdi ki, mən qəbul eləmirəm bunu. Amma yaxşı da danışır da. Yəni bundan üstün bir söz deyən olmaz. Bundan üstünü yoxdur. Amma qəbul eləmirdi. Bilirdi məsələ nə yerdədir, qəbul eləmirdi. Ona görə bəzi məsələlər gün kimi aydındır. Aydındır, Allah bir peyğəmbəri ümmətə islah eləmək üçün göndərir. Onun islah vasitəsi deyir, onları xatırladacaq. Əyyamullah'a onları xatırladacaq. Gəlin görə Əyyamullah nədir? Əhl-i sünnə alimlərinin təfsirində qeyd olunur. Allahın günlərini onlara xatırlatsın. Əyyamullah nədir? Deyir, bütün peyğəmbərlər, Əyyamullah deməli, Allahın günləridirsə tərcüməsi, Allahın günlərindən məqsəd nədir? Bütün günlər axı Allahındır. Biz deyə bilərik ki, məsələn, həftənin hansısa günü Allahındır. Əyyamullahdan məqsəd xüsusi əlamətdar günlər. Xüsusi əlamətdar günlər nədir? O günlər ki, o günlərdə baş verən hadisə insanların bilavasitə imana gəlməsinə təsir göstərir. İnsanların hidayət olmasına o gün təsir göstərir. Və ona görə sıralama belədir. Allahın günləri, birincisi, bütün peyğəmbərlərin, zalimların üzərində, peyğəmbərlərlə mübarizə aparanların üzərində qələbə çaldığı gün Allahın günlərindəndir. Həzrəti Musanın möcüzə göstərib çayı iki yerə bölməsi, Fironun o suda ölməsi, qərq olması,
və Bəni İsrailin Fironun əlindən nicat tapdığı gün Allahın günlərindən idi. Allah deyir, və zəkkirhum, bunu gərək danışasan. Biz nədən danışırıq? Quran nədən danışır bizə? Quran deyir ki, bəli, belə bir hadisə baş verir. Bir peyğəmbər belə bir möcüzə göstərir və bu gün Quran deyir ki, gərək xatırlansın. Gərək deyə bilməzsən, bu keçmişə aiddir. Bu məntiqsiz bir iddiadır. Deyəsən, bir şey keçmişdə olub, mənə nə? Yox, elə sənə olan, sənə çatan hissə budur, sən onu xatırlamalısan. Bütün peyğəmbərlərin qalib gəldiyi gün əyyamullahdır. Allahın düşmənlərinin yer üzündə zəlil olduğu gün əyyamullahdır. Qiyamətə qədər nə qədər o günlərin sayı olacaq, çoxalsa, o günlərin hər biri əyyamullahdır. Yəni, və zəkkirhum, onları gərək yad edəsən, gərək ondan danışasan. Gərək onlardan danışasan, onları xatırlayasan. İnsanların bidətləri sındırıb, insanların tarixdən dərs aldıqları hər bir hadisə əyyamullahdır. Allahın insanları imtihana çəkmək vasitəsilə hidayət elədiyi bütün günlər əyyamullahdır. Peyğəmbərlərin, məsum imamların dünyaya gəldiyi günlər əyyamullahdır. Deyir, niyə mövlud keçirdirsən? Niyə imama şəhadət məclisi keçirdirsən? Əyyamullahdır, ona görə keçirdirəm. Allah deyir, gərək keçirdəsən. Niyə əyyamullahdır? Çünki bunların vücudi varlığı insanların hidayəti üçündür. Bunlar insanları hidayət eləməyə gəlib, insanları doğru yola göstərməyə gəlib. Bütün peyğəmbərlərin, bütün məsumların həyatında baş verən önəmli hadisələrin hamısı əyyamullahdır. Aşura əyyamullahdır. Məhərrəm əyyamullahdır. 3-cü ayə, Həd surəsi 32-ci ayə. Quran bundan da biraz rahat başa düşülən söz deyir. Buyurur, və mən yuəzzim şəairəllah fə innəha min təqvəl qulub. Allahın nişanələrinə hörmət göstərin. Allahın nişanələrinə hörmət göstərən şəxslər təqvalı şəxslərdir. Allahın nişanələri nədir? Şəair sözü əlamət və nişanə mənasındadır. Yəni, dünyada hər hansı bir şey gücü səlahiyyətə çatsa, Allahı yad elətdirsə, o Allahın nişanəsidir. Bir şey ki, Allahın nişanəsi oldu, yəni insanlar onun vasitəsilə Allahı tanıyırsa, onun vasitəsilə Allaha tərəf gəlirsə, o gərək təzim olunsun, o gərək hörmətlə qarşılansın, onun gərək ehtiramı saxlansın. Nədir şəairullah? Quran iki dənə nümunəsini deyir. Buyurur, İnnəs-səfa vəl-mərvə min şəairillah. Bu başqa bir ayədir. Deyir ki, Səfa və Mərvə Allahın şəairindəndir, Allahın nişanələrindəndir. Səfa, Mərvə bilirsiniz nədir? İki dənə dağdır. Allah qismət eləsin, həccə gedəsiniz, hacılar gəlir orada, Səfa, Mərvə dağı arasında səy eləyir, yəni hərəkət eləyir. Gedir o tərəfə, gəlir bu tərəfə, gedir o tərəfə, gəlir bu tərəfə. Həccin bir ayinidir. Nə var bu dağda? Deyir, çünki bu dağın ətəyində bir hadisə baş verir. Bir dənə xanım, Hacər adında, oğlu İsmaillə su axtarışındaydılar. Uşaq suzundan can verir, ana qaçır o tərəfə, qaçır bu tərəfə, qaçır o tərəfə, bu tərəfə. Gəlib o yerə çatanda, gəlir görür ki, uşağın ayağının altından su çıxır, o suyun adı oldu Zəmzəm, oldu müqəddəs su, bu dağ oldu müqəddəs. Niyə? Çünki bu işi bir insan Allaha xatir eləmişdi. Allahın əmri ilə baş vermişdi. İbrahim Peyğəmbər Allahın əmri ilə getirmişdi ailəsini, yerləşdirmişdi orada. Və o işlərin hamısı İbrahim Allaha olan təslimliyindən sakit qalmışdı və tamaşa edirdi. Bütün o çətinlikləri bir ailənin yaşadığı bir çətinlik səhnəsidir. Allah onu əbədiləşdirir. Nəinki özlərini əbədiləşdirir. Bir atanın, bir ananın, bir evladın gezdiyi yeri belə müqəddəsləşdirir. Deyir, bu Allahın nişanəsidir. Səfa Mərvada gərək təzim olunsun. Əleyhissalam buyurur, Ənəl hüccətül üzma. Allahın ən əzəmətli nişanəsi mənəm.
Bir nəfər ola bilər dünyada desin ki, mən Hüseyni xatırlayanda Allahı xatırlaya bilmərəm. Ola bilər kimsə belə bir şey. Necə xatırlamayasan? Hüseynin adı gələndə Allaha unutmaq olur. Hüseynin adı gələndə Quranı yaddan çıxarda bilərik biz. Hüseyni Qurana düşman bilə bilərik biz. Hüseyni dinə düşman bilə bilərik biz. İmam Hüseyin Allahın ən əzəmətli nişanəsidir. وَمَنْ يُعَزِّمْ شَعَائِرَ اللّٰهِ Allah deyir, gerək təzim olunsun. Necə təzim olunsun? Gerək xatırlansın, yad olunsun. Və bu yad etmə, bu xatırlama o ayini, o məktəbi, o ideologiyanı diri saxlamaqdır. Bax, bu 3 dənə ayə bəs eləyər, ardını istəmirəm oxuyum, yorucudur biraz mövzu. Hər halda, İmam Hüseyin əleyhissalamın əzadarlığı lazımdır bizə. Biz gedək Qurandan belə bir ayə tapaq ki, ayədə yazılsın ki, Məhərrəm ayının 1-dən 10-na qədər İmam Hüseyin əleyhissalama, Kərbəla şəhidlərinə əzadarlıq edin. Nə qədər gülünc sözdür o ki, bunu bizdən istəyirlər. Bunu bizdən gözləyirlər ki, biz ayə göstər, deyirlər ki, ayə göstər, bu ayə gerək təzə bir ayə nazil olsun ki, biz onu göstərir. Amma mövzu olaraq tutarlı və kifayət qədər zəngin, mən üçün deyə bildim sizə. Quranın məntiqini mən sizə izah eləyə bildim. Yəni, Quran özü dəvət eləyir. Quran özü dəvət eləyir insanları bu yola. Və necə unudulsun bu hadisələr? Axı, necə unudulsun? İmam Hüseyin əleyhissalamın Kərbəlayı ailəsi ilə gəlməsi, öz balalarını getirməsi və əvvəlindən bilə-bilə ki, bu hadisələrin sonu hara gedir. Eşitmişsiniz, İmam Hüseyin əleyhissalama yol boyu deyirdilər ki, getmə, qayıt, gedirsən tək get. Çoxlu sözlər var, bu Kərbəla hadisəsində çox mövzular var. 10 gecə məsələmən insanların hər birinə vaxt ayırıb danışa bilsin. İmam Hüseyin deyirlər, gedirsən tək get, niyə ailəvi aparırsan? Həzrət buyurdu ki, indi bu tarixi təhlili var bunun. Həzrət dedi ki, istəyirəm Allaha deyəm ki, Allah, hər nəyin var sənindir. Hüseyin özü üçün heç nə saxlamır. Hər nəyin var, qiymətli bilirəm, onların hamısı sənə qurbandır. Seçli qurbanlarının yaxşısın haqq razı olan. Əkbəri çünki çox istirdi, əvvəl saldı yola. İmam Hüseynin bir qurbanı var, Allahın yolunda gətirib onu Allah yolunda fəda edib. Adı Əli Əkbərdir. Elə bir dəyərli gəncdir, elə bir dəyərli insandır ki, deyir İmam Hüseyin əleyhissalam əshabdan, İmam Hüseynin yanında olanlardan getdilər şəhadətə, çatdılar. Növbə yetişdi Peyğəmbər əhl-i beytindən olan insanlara. Deyir, Əli Əkbər ağa gəldi İmam Hüseynin yanına, atasının yanına. Dedi, ata, mənə icazə ver, qoy Bəni Haşimdən birinci mən gedim. Qoy mən gedim. Deyir, fənəzərə iləyhi nəzərən ayisən min. İmam Hüseyin deyir, çox həsrətlə, məyus baxırdı Əli Əkbərə. Deyə də bilmirdi getmə, amma istəmirdi də qoya. Deyir, bir həsrətlə baxdı, deyir, cəmalına. Dedi, yaxşı, gedirsən, get, izin verirəm sənə. Amma əvvəl get, anonla vidalaş, sonra gəl. İmam Hüseyin əleyhissalam deyir, Əli Əkbəri göndərdi ki, anonla vida elə. Deyir, gəldi, deyir, girdi anasının xeyməsinə. Ana ilə qol boyun oldu, qucaqlaşdılar. Gördü, elə bir anası istəmir bu getsin, istəmir buraxsın meydana. Dedi, ana, istəmirsən qiyamət günündə Peyğəmbərin yanında başın uca olsun, istəmirsən qiyamət günündə Peyğəmbərə deyəsən, oğlumu oğluva qurban vermişəm, məni yubatma. Halallaşdı anası ilə, qucaqlaşdı, anasından vida elədi, deyir, çıxdı, deyir, xeymədən. Çıxdı, deyir, gördü İmam Hüseyin gözləyir bunu. İmam Hüseyinlə də qucaqlaşdı. İmam dedi ona ki, giyindirdi onu döyüşə hazırlıqlı vəziyyətdə, nə lazım idi giyindirdi ona, deyir. Əli Əkbər deyir, gedirdi, İmam Hüseyin də bir ixtiyar dalıcan gedirdi. Görürlər, Hüseyin də gedir onun dalıca. Gəldi, deyir, təllin üstündə dayandı. Həzrəti Zeynəb də gəldi, deyir, bir hündür bir yerdir, baxırlar Əli Əkbərin döyüşünə, deyir.
Həzrəti Zeynəb deyir, gördüm ki, Hüseynimin rəngi saraldı. Dedim, Hüseyin nə oldu? Dedi, ged anası Leyla'ya denən dua eləsin. Əli Əkbərin qabağına elə bir insanı çıxardıblar ki, Əli Əkbər ondan vuruşa bilməz. Ən güclü pəhləvanı çıxartmışdılar Həzrət Əli Əkbərin qarşısına. Deyir, gəldilər anasına dedilər, deyir ki, dua elə. Dedi, ilahi an verirəm səni, ilahi, bi ətəşi Əbi Əbdillah Hüseyin. And verirəm səni, Əbu Abdillah Hüseynin susuz canına. Oğlum Əli Əkbərə kömək ol. Deyir, döyüş başladı, deyir, İmam Hüseyin baxırdı, deyir. Çox narahat idi. Və bir də gördü ki, meydandan, deyir, Əli Əkbər səsləndi. Ya əbəti, haza cəddi Rəsulullah, yəqrav kəssalam. Dedi, ata, cəddin Peyğəmbəri görürəm, sənə salam, deyir. İmam Hüseyin bildi ki, Əli Əkbər yıxılıb yerə, deyir. Qaça-qaça, deyir, özünü getirdi, çatdırdı meydana. Əli Əkbərin, deyir, cənazəsinə neçə qədəm qalmışdır, İmam Hüseyin tab getirmədi, yıxıldı yerə. Sürünə-sürünə, deyir, gəldi, deyir, özünü çatdırdı Əli Əkbərin cənazəsinə, götürdü Əli Əkbərin başını qoydu diz üstə, gördü bədənində bir salamat yer qalmayıb. Üzün qoydu, deyir, Əli Əkbərin üzünə, fəbəka bukaən şədida, uca səsindən ağladı İmam Hüseyin. Uca səslə ağlayanda bu cümləni dedi. Dedi, Ələd dünya bə'dəkəl əfa ya Əli, ya vələdi. Ey oğlum, səndən sonra dünyanın başına küllər olsun. Səndən sonra dünyanın başına küllər olsun. Qətəluhu irbən irba. Səni doğram eləyiblər, səni tikə-tikə eləyiblər. Bir Əli Əkbəri çox çətinliklə şəhadətə çatdı. Əli Əkbər atın üstündə olanda deyir, alnından ya gözündən oxla vurdular. Əli Əkbər deyir, özünü çaşdırdı, başladı atın boynunu qucaqlamağa. Alnından, gözündən vurulan ox başladı axmağa atın üzünə. Atın gözlərini deyir, tutdu, at getdi, girdi qoşunun içinə, qarşı tərəfə. Kimin əlində neyi var deyir, vurdu. İmam Hüseyin əleyhissalam Əli Əkbərin cənazəsini istədi götürsün, qucağına xeymələrə getirsin, gördü hansı üzvün qaldırır, digər üzvü qalır yerdə. Çox çətin idi İmam Hüseyinə. Deyir, durdu ayağa səslədi Həzrət Əbəlfəz əleyhissalam və Bəni Haşimdən gənclər gəldilər, əbanı sərdi İmam Hüseyin, çıxartdı əbasını sərdi yerə, Əli Əkbərin doğranmış, tapdalanmış cənazəsini qoydu əbanın içinə, deyir. Deyir, durdular ayağa, deyir, Əbəlfəz ağa, deyir, əbanın ətəyindən buraxdı. Deyirlər, ağa, sən niyə buraxdın? Dedi, siz Əli Əkbəri aparın, mən də oğlu olan Hüseyni getirim, gəlib xeymələrə. Səyələmullezine zələmu eyyəmun qələbin yənqəlibun, əsəlükəllahımə və nəd'uk, bismikəl azimil əzəm, əl-əzzələ cəllil-əkram və bil-Hüseyni məzlumi, ya Allah, 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 ya Allah. İlahi, dərgahıma uzanan əlləri sinələrimizə naimid qaytarma. Bu əzadarlığı bizlərdən âli dərəcədə qəbul elə. Bu məhərrəmi, bu səfəri ömrümüzə, həyatımıza sonuncu əzadarlıq qərar vermə. Hacəti olanların hacət və istəklərin rəva elə. Xəstələrimizə, yadımızda olan kəslərə şifaya acil mərhəmət elə. Qəriblikdə, qürbətdə olanları, əsgərlikdə, əsirlikdə olanlarımızı sağ-salamat ailələrinə qovuşdur. Vətənimizin, torpağımızın azadlığı bütövlüyü uğrunda verilən şəhidlərimizi, İslam şəhidləri, şəhidlər sərvəri Seyyid-ü Şəhəda İmam Hüseyin əleyhissalamla məşhur elə. İlahi an verir, rəhmi və mərhəməti və yaddan çıxan duaları barəmizdə müstəcab elə. Övladı olmayan bacı qardaşlarımıza salih övladlar nəsib elə. Sizə, bizə iltimas-ı dua, bizi də dua edin deyən kəslərin dualarını qəbul elə. İlahi bizləri aqibət xətmi bi xeyr elə. Dünyada qalan valideynlərimizin ömrünə bərəkət inayət elə. Dünyasında yaşayanlarımızı qəriq rəhmət vasili cənnət elə. Bizi İmam Hüseyndən ayrı salma. Üqbada şəfaətindən bizləri binəsib eləmə. Bizləri ayaqlarımızı, qədəmlərimizi Hüseyin məclislərindən kənara salma. Bizdən və bizdən sonra gələn nəsillərimizdən Əli və övlad Əliyə düşman qərar vermə. İzzət sənin qapındadır, ölən günə qədər izzətimizi artıq elə. İmam-ı zamanımızın nazənin qəlbin bizlərdən razı elə. Ağamızın dualarını halımıza şamil elə. Bizləri o Həzrətin həqiqi intizarını çəkənlərdən qərar ver.
ağamızın zuhurunda günü gündən təcil elə. Kərbəla şəhidləri, vətən uğrunda verilən şəhidlər, ulama, füzala, sulaha, şühəda, Muhammed və ali Muhammedə salavat edəyirdik.